Sabahınız xeyir olsun, gününüz aydın olsun. Uşaqlara belə göyərti doğramışam. Bir də 4 ədəd yumurta vurmuşam. Uşaqlar özləri belə istədi. Onların sevimli yeməkdir. Səhər-səhər istədilər. Göyərtili yumurta, pomidorlu yumurta yeyirlər bizdə. Kərə yağı da özüm yağı əritdim. İndi o onsuz da yumurta canına çəkəcək. Belə. Yeni bir videoya, yeni bir vlogumuza hoş geldiniz. Pişir. Burada da biraz boyat çörəyimiz var. O xalanır da. Belə qoymuşam tosterə. Heç bir necə deyim, bir tikəsini belə sevmirəm. Çörəyin israf olmasını balaca tikiyə qədər qoymuşam. Qəşəng qurusun. Uşaqlar səhər yeməyində yeyilsinlər yumurtaları ilə. Belə də halva qoydum. Halvamızla da çay içək, şirniyyatımız da var. Artıq bugündən məktəblər başlayıb, Aylinə aparıb qoymuşam hazırlığa. Oyana bilmirdi, o qədər çətinliklə oyandı. Çayımızı süzək. Çox çətinliklə oyandı. Dəniz gəl. Səsinə bax. Məndə böyükdür toster. Ona görə də rahat yerləşdirmək olur. Baxın. Ən sevdiyim. Dəniz gəl. Dəniz gəlsin. Məni bax, şor, yağ, pendircim. Nə qoyuram? İstəmirəm. Niyə istəmirsən? Niyə istəmirsən? Niyə istəmirsən? Niyə istəmirsən? Niyə istəmirsən? Onda bir dənə yumurta yersə, yağ, pendir zad istəmirsiniz? Yox. Niyə aşkım? Bir dənə yumurta? Hı. Tamam, oturun. Yemək yeyildi. Bir dənə bu uşaqların otağını təsvirlərinə malıyam. Dünən eləməmişəm. Ona görə. Bir də burada nəyi göstərəcəkdim? Qızlarımın yeni cicişləri var, xaraları. Baxın. Belə ayaqqabı almışam onlara. Dənizlə Fidana. Fidoş, işıq yandır. Dənizlə Fidana. Belə cicişlər almışam. Krasovkaları yox idi, sapaşki idi onlarda. Fidanda belə. Qapı döyülür. Dənizdə də belə. Bunun qısasını əslində mən istəyirdim, amma uşaqlar bu dəbə düşüb məktəbdə. Belə geyinirlər, sinif yoldaşlarıyla sözləşiblər, belə geyinirlər. Sağlıqla geyinsinlər inşallah. Amma yenə də krasovka alacağım. Bunu elə belə çox istəyirdilər. Ona görə aldım. Belə. Buna qoymağa ehtiyac yoxdur. Bunu alsam. Bunları da benim geyinənlər. Yəqin ki, məktəbə gedəndə bugün. Buradayam. Neyse, başlayayım işime. Cicişlərim hazır. Gedirlər məktəbə. Ayaqqabılarınıza baxın. Bu dənizdə duruşu belədir.
Dəniz sən çəkil qızım. Hə, Fidan indi sən göstər. Böyrü üstə dur. Aha. Məndə ikisi belədir. Ayıcıqlıdır, bir də yıldızlıdır. Mənim xoşuma gəldi belə. Dəniz sən? Məndə ikisi də ayıcıqlıdır. Aha. Mən belə istəyirəm. Mübarəkdir. Sağ salamat geyinin. Öpüm sizi. Oh. 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 Sağ salamat. Sağ ol mama. Sağ ol. Neyse bu diyorum. Biraz da. Məni bax. Axşamüstü sən 5-də çıxacaqsan. Dənizin sinifində gözləyirsən. Atan 6-da gələcək. Çünki dəniz 6-da çıxacaq. Yaxşı? Aha. Tamam. Xoşça kalın. Ata aparır bunları. Atamız çöldədir. Gündüzdə yeməyini hazırlamaq istəyirəm. Yəni akşamüstü də uşaqlar məktəbdən gələnə. Burada biraz göyərtim var, onu təmizləyim. Yoldaşım indi aldı. Ali, biraz kodun oldu, ürəyim. Nauşnikdə qulaq as da. Olmaz elə. Aferin sana, aferin. Göyərtini təmizləyim, ən birinci onu qoyum. Bu havalarda biz heç vaxt nə yeyə bilmirik. Heç heyif deyil. Qəşəng sulu yeməklər pişirirsən, yeyirsən. Bu havalarda adam bilmir ürəyi nə istəyir. Aylin zeydidir, kartof kızartması. İndi kartof kızartacağım. Onu da mən yavan xoşlamıram. Gərək yanında nəsə olar. Siz də mən kimsiniz qızlar. Heç nə tapıram. Pişirmək tapıram. Yəni elə olmalıdır ki, bizdə hamılı yediyi olsun. Bir dəfələrlə yemək pişirmək. Dəzərinin dəstəsi nə balacadır? Çox özdə. Hə, beşi. Səsini çıxartma. Mən video çəkdim. Valla heç kimi heç nə demirəm, amma yenə də səsləri çıxartmıram. Yaxşı təmiz vəzəridir, amma dəstəsi balacadır. 5-i 1 manatdır bizim yanımızda. Hər gün 5 dəstə almır nahara. Soğan. Ailişlə dənizlə sevdiyi. Mən də sevirəm. Ailişlə dəniz lap sevir soğanı. Fidan dolara çatmaq istəyir, amma o yeyə bilmir. Acı şey onluq deyil. Ya onlar kim istəyir, götürür, ay mənə də verin, mən də yeyirəm. Amma yox, görürsən ki, o deyil. Yeyə bilmir. Belə bunu seveyim, sonra kartof soyum, biraz kartof pişirim, görüm. Kartofu nerede pişirim ki tatlı bir şey alınsın. Ailişe çöreği arası yapmışım. Onu yiyir. Ayliş mektepten geldi. Firar etmiş, kaçmış. Öyle külək var. Bilmiyorum sizi tərəfdə də elədir yox. Bizdə küləkdir. Xırdalanda küləkdir. Ama indi kartofda soyacağım. Bunu kartofuşmalıyım böyle. Şu düşəndə oradan İki dəfə yudum. Biraz da qoyuram belə suda qalsın. 3 dəfə də belə yiyorum. Əslində sirkəli soda suya qoyanam mən, amma qutarıb hər ikisi.
Belə çəkim biraz qaranlıq olsun. Qalsın burada kartof. Yoldaşıma indi aldırmışam. Ben kartofun böyüklüğüne bakın. Onun bu böyük kartof sevgisi nədir bilmirəm də. Ancaq böyük kartof. Baxın. Bu da hamısı böyük. Belə. Soyayım biraz. Böyle fazla koyacağım. Kartof soyanımda var ama mən onu sevirəm. Belə en yaxşısı belə soyuram. Bir bacı qazanlarımı soruşub. İndi çəkəcəm. Həmin tavada, onun tavasında yemək pişirəcəm. Mən razıyam. 7 ədəddir məndə. Amma irili xırdalı da, yəni hamısı böyük deyil. 100 manata almışdım. Mən də, dayım qızı da. Eyni almışıq. Elə eyni də işlədirik. O da alan gündən işlədir. Mən də. Onda qara rəngidir. Məndə boz rəngi. Kuxnaya uyğun almışdım boz. Mebellər bozdu məndə. Ona görə. Belə, oy, nasıl qalın getdi. Heyfim gəlir belə. Yaxşı kartof. İstəyirəm nazik soyulsun. Kızlar getdi məktəbə. Atalar apardı, Alişi də götürüb gəldi. Dərsin yaxşı keçdi ürəyim. Birazdan tap. Neydi o? Can, qulağında naişnik var imiş. Belə baxıram ona. Belə baxın ki, görəsən ona nə deyir. Belə soyum kartof daha sonra. Nə tərsiyle doğrayaq, gəl. Bu qız görsüz başıma nə oynar açır, xalala. Hə, nətər doğrayaq? Bu kartof, səsə. Deyən, o bir sözünü çevirim. Hə, nətər doğrayaq? Hı. Sən bilməyəcəksən, qoy ana eləsin. Ortadan kes. Doğru. Bak. Bir de böyle. Aha. Çox nazik oldu. Mən elə istəmirəm axı. Bax. Sən belə deyirsən, hə? Doğruya. Ha. Belə. Belə Ben çok kalın istemiyorum. qalın istəmirsən, başa düşdüm. Amma bunu nazik biraz balaca doğrasaq nə olar? Qəşəng qızarsın da. Bu axı belə çox uzun olur. Sən axı kalbasa ilə deyirsən, o kalbasa ilə olmur. Ha, bak şurada. Belə. Ha. Yaxşı. Kalbasa ilə qızartası olduq kartofu. Sənət əsəri yaradırıq burada. Yəni aydındır ki, kartofun doğranması mənim üçün önəmlidir, dadı yox. Mən bilsən nətər deyirdim? Bax, ürəyim. Bax, belə. Belə necədir? Balacadır. Ha. Amma elə yaxşı olacaqdır. Çünki biz kalbasa vuracağıq axı. Koluvu çək. Əslində məndən olsa kalbasa vururuq deyiləm. Bax, belə doğrayıb qızardarım. Vilkiyə batırıb yeyərsən, hə? İstəmirsən elə. Belə də çox qalın olmadı. Bilmirəm, əzilən kartofdur, əzilən deyil. Yemə. Ailə üçün kartof yiyir. Qoy burada qalsın. Yağın altına yazdım. Biraz balaca doğruyum. Yox. Yox. Yox, yox. Eləmə. Dolmuş şirniyyat pişirəcəm, onun üçün çıxartmışam. Bir də istəyirəm. Əslində külçəmiz var biraz.
halva var biraz, ne bileyim, biraz alımı var, peçenya var ama nəsə ürəyim. Daha doğrusu Fidan indi yazıb ki mənə, mama akşama bir dənə keks pişir. Sadə keks. Hə, sən nə istəyirsən? Hə. Gelmişler bize qonaqlar. Ondan sonra keks pişirmişler. Kokola. Ayhanından pişirdim. Sadə istəyirəm oxuyayım. Olmaz, sadə eləyəm. Ondan deyirsən eləyək. Hə. Bu firarit. Tamam, baxarıq. Onda sən verərəm, bax deyib çıxasın. Sən get yeməyini yedin. Hayır. Yağımız qızsın, reşə. Başqa qabda qızardacağım kabasa. Yağlı qəşəng kalbasamız var. Ha. Hayır, nədir? Zuzi nəysə aşırtdı yenə. Ayliş, bax ona. Nəyi aşırdı? Hə. Qırıq sınıq yoxdur ki. Özü yaxşıdır. Başımıza oynaqçırıq. O qədər aktiv vaxtıdır. Kızım. Geçin. Görmüşəm, burada qızarır. Burada da belə kalbasamı doğradım. Baxın, balaca tavada da onu bir damcı yağda eləyəcəm. Çünki bu yağlı kalbasadır. Yağı çıxır. Bunları qızardacağım, qəşəng. Üzerine sepeceğim. Daha tökeceğim kartofun üzerine. Böyle. Bu da böyle. Burada kızarsın. Kartofumuz da orada kızarır. Deməli, qaba 3 ədəd yumurta vurmuşam. 1 stəkan pesok. Şöpünü çalıram. Belə xəmir çaldım. Qəşəng. Deməli, 1 stəkan duru yağ, 1 stəkan qatıq, 1 paçka vanil, qabartma, 1 stəkan pesok, 3 ədəd də yumurta. Stəkan yarım hardasa un əlavə etdim. Və buna belə duru yağ tökmüşəm. Hər tərəfinə belə gəzdirdim. Hə. Belə heç nə olmaz. İndi yarısını boşaldacağım o qaba. Yarısını da bu arada yeməyimi göstəreyim. Baxın. Yeməyim belə alındı. Bu üzərindəkilər kalbasadır. Kızartdım kalbasanı da töktüm üstünə. Akşamın yemeği. Burada da töküm ora ve birazına da belə kakao katacağım. Belə yarısını abidim. Hamısını da istəmirik kakao vurmaq. Aylin deyir yarısına vur. O səfərki kimi görsənsin. Böldüm ikisiyə.
belə alındı. Aparım qoyum sobaya bişsin, Ayliş çayını içsin. Sobamı yandırmışdım. Qızıb artıq. Çay getdi bişməyə. 160, hardasa 170 dərəcədə qoydum bişməyə. Qəşəng bişsin. Biraz qablarım çıxıb, mən də onları yuyum. Bunu da koyum yerinə. Belə yemək də var. Göyərtini yudum, salat doğrayacağım. Və salam. Çıxın, qablarımı yuyum. Azda çox pişsin deyil. Onları yenə də yuyaq ki, atmasın. Şu an bunu alalım. Bunun içinde maçakanı vuranda bunun içine belə yumuyanda. Maçaka çok batır. Ben tullamalı olurum onu. Maçakanı da bütün götürmüşüm. Şimdi böyle birinci elimden yiyorum ki kendini geçsin. Sonra da maçakayla. Taxta mənə o qədər rahatdır. Burasını da yoldaşım mangalda yandırıb. Kebab çəkəndə. Bunu görə atmıram. Belə bir taxta axtarışındayım. Harada görsəm alacağım. Və atacağım. Çox yaxşıdır, qıvraqdır da. Belə əllər yatır. Göre ondan el çəkə bilmirəm. Biraz quruladım ki. Şirniyyata qatıq vururamsa əgər mütləq bizim südün qatıqlarını vururam bu qatıq. Bu qab 2 dəfə elə keks bişirə bilirəm, yəni mənə çatır. Elə bilirəm o adi qatıq, məsələn də bu maşınka qatığıdır da. Yəni bunun aparatlarda mayalayırlar. O birisi qatıq elə bilirəm şirniyyatlara su salır. Bəlkə də mənə elə gəlir. Nə bilim, ondan da eləmişəm. Vaxt olub gəlimin altına olmayıb. Eləmişəm, yaxşı çıxıb. Pankasta yedim ki lazım olur.
da qutardı. Nəhayət pişdi. Döyüş əlcəyimi taxım. Buradadır. Taxdım. Belə. Oy, əlim. Bura koydum. Soyusun. Bunu da asım yerine. Belə. Soyusun. Sonra çıxardarıq. Baxın, nə qəşəng çıxdı keksim. Çox rahat soydu. Artıq çıxartdım. Belə indi istəyirəm. Qar yağdıraq üstünə. Qar yağsın keksimizin üstünə. Все. Bəsdir. Çay da qoymuşam. Belə çox qəşəng qalındı. İçində kəsim göstərim. Baxın. Oy, o kadar kövrəkdir. Təzədə bişirib. Belə. Koyum yerine biraz da soysun. İnşallah birazdan içərik çayını. Bunu da koyun bura. Soysun. Yeməyin altını yandırmış, uşaqlara salat da eləmişəm. Hazırlamışam, göyərti falan koydum belə. Xiyar, pomidor doğradım. Yeməyi də altını yandırdım. Yəqin ki bir 5-10 dəqiqəyə gələrlər. Şirniyyatımız da hazır. Çay da dəmləmişəm. İndi dəmlədim. Belə. Yemək yeyir. Bax. Başı qarışıqdır. Hamı yeyib o qalır. Kuyruğuna bax, benim kuyruğuna. Rahat yesin. Deməli, mən də burada nələri çıxartmışam. Bir izləyicim, gözəl bacım mənə bugün yazıb ki, qapını örtün. Suzi eşitsək ki, mən burada qazan bir-birinə dəydirirəm, o dəqiqə gələcək. Qoy yesin. Deməli, Aylişim, xalaları salamla. Sağ ol, xalalar. Ayliş burada dərs yazır. Dərslərini edir, artıq axşamdır. Yeməklər yeyildi, qablar yuyuldu. Birdən yadıma düşdü ki, mənim əziz izləyicim, gözəl bacım yazıb ki, bəs qazan dəsti bizi göstərin. Qazan dəstini göstərirəm. Bu qazan dəstini soruşmuşdu məndən. Mən bunu 100 manata almışam. Hətta biz 2 dəst almışıq. Bir dəst dayım qızı özünə alıb, bir dəst də mən. Onda bunun qarasıdır. Səhv eləmirəmsə 1, 2, 3, 4, 5, 6, 7, 8. Hə, video şərh bölməsinə 7 yazmışam, amma 8 ədəd qazan çıxıb içərisindən. Deməli, ən balaca tavamız budur. Baxın, qalınlığı da görsənir. Elə nazik bir, bunun nazikləri də var. Bu çox da yəni nazik deyil. Bunun naziklər də olur. Bu onlardan deyil də. Arxası da belədir. Bu mənim yumurta tavamdır. Hər gün bunda yumurta pişirirəm. Rahat 4-5 yumurta tutur. Yəni belə bilmirəm burada nə qədər düşür. Belə bir qapağı var. Baxın, belə bir şey. Daha sonra nə var? Daha sonra belə. Bunu çox sevirəm. Bu Aylişin qazanıdır. Baxın, belə bir balaca qazan var. Bunda yumurta pörtətmək olur, su, nə bilim, balaca bir neysə pişirmək olur da, yəni kiçik 1 litr məncə həcmi olar. Ya 700 qram belə həcmi olar. Bu belə. Bu da bu. Xalanca mən nadıl eləyir. Hə, nadıl eləyir onda. Yəni quru sup eləyir Ayliş.
Sonra belə bir qazançası çıxır. Yəni hər şey yaxşıdır. Yemək bişirməkdə, saxlamaqda, nə bilim, yəni ölçüsü olaraq yəni pis deyil. Daha sonra gəlir bu ölçü. Oy. Daha sonra gəlir bu ölçüsü. Baxın, bu da kifayət qədər yaxşıdır. Yəni mən hamısını istifadə edirəm. Ondan sonra gəlir bu ölçüsü. Baxın, arxası belə hamısını bir ildir işlədirəm. Bunun qapağı, bu səhv eləmirəmsə, yox, qapağını gətirməmişəm bunun. Bunun da qapağı var. Yəni eləsinin var, qapağını gətirməmişəm də. Belə daha sonra nəyi göstərim? Belə böyük aşqazanı var. 2 kilo düyü tutur ha. Yüngül avariya oldu. Belə 2 kilo hardasa düyünü tutur. Yəni yaxşıdır. Pis deyil, işlədirəm. Hər şeydə eləmişəm içində. Tək düyü yox, mürəbbə, nə bilim, hər şey. Bunu göstərmişdim, tavısıdır. Daha sonra belə bir. Bunu, yəni bu dayanmadan işləyir bizim evdə. Belə. Bax, qırağında saralmaq olub. Amma bu, yəni bir il demək ki, dayanmadan işləyir də. Onda hər şeydə pişirirəm onda. Belə ölçü. Bunda harca, yəni bir dənə bütöv toyuğu pişirirsinizsə, birini, bir yarımını rahat çıxardır. Bu da belə bunun qapağı. Daha sonra belə bir tava. Bunun qapağı niyə ayrıdır? Bu çıxır bir tək qapaq. Buna da gedir, buna da. Məndə belə bir qapaq var idi, yəni belə qoymuşam üzərinə. Bu tavanın da göstərim. Baxın belə. Bu da tavası. İndi bilmirəm nə dərəcədə göstərə bildim, göstərə bilmədim. Yaxşı olmasa deyərsiz yenə göstərərəm. Belə. Videonun sonunda da istədim bunu göstərim. Belədir, 8 ədəd çıxıb, yəni 100 manata yaxşıdır. İstifadə də edirəm. Yapışdırmır, yandırmır. Belə. Bugünlük də bu qədər olsun. Növbəti bir videoda, vlogda görüşmək ümidi ilə.